Ötən ay paytaxtın Səbail rayonunda baş verən yol qəzasında başından xəsarət alan 10 yaşlı Sərxanı xəstəxanaya çatdıran polis polkovnik leytenantı Müşfiq Gözəlov olub. Usatas xəbər verir ki, bu barədə Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova bildirib. Onun sözlərinə görə Müşfiq Gözəlov Şuşanın sabiq icra başçısı Mikail Gözəlovun oğludur. Qeyd edək ki, Müşfiq Gözəlov hazırda Daxili İşlər Nazirliyində məsul vəzifələrdən birində çalışır. Onun bacısı Səbinə Gözəlova isə 2023-cü ildə Şuşa şəhər 1 nömrəli məktəbin direktoru təyin olunub. Xatırladaq ki, qəzada xəsarət alan 10 yaşlı Sərxan artıq xəstəxanadan evə buraxılıb.